Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 3-cü sinif riyaziyyat yarpaq testi Çinan yayınlarına məxsusdur. Testlərini izah edəcəm. Bundan əvvəlki videoda test 31-ə qədər və səhifə 66-ya qədər izah eləmişəm. İndi isə test 32-dən səhifə 67-dən başlayaq. Məchulun tapılması mövzusudur. Deyir ki, məchul vuruq aşağıdakılardan hansıdır? Biz bilirik ki, vuruq hasil olur. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. 32-ni bölürük 8-ə, cavab edir 4. 32-də 1-ə uyğun olacaq B bəndi. 2. Qaçış yarışında iştirak edən 40 nəfər iştirakçı hər sırada 5 nəfər olmaqla bir neçə sırada düzülüblər. İştirakçılar neçə sıra düzüldülər? Bunun üçün 40-a bölürəm 5-ə, cavab edir 8. Deməli 8 sıra düzülüblər. 2-yə də uyğun olacaq C bəndi. 3-də fiqurların ifadə etdiyi ədədləri tapıb hesablamalıyıq. Ulduzu tapmaq üçün 42-ni ilk öncə 6-ya bölürəm. Cavab edir 7. Sarı kvadratı tapmaq üçün 91-dən 28 çıxırıq. Burada qalmışdı 8. 8-dən 2 çıxanda 6, 63 alıram. 63-ü də 7-yə böləndə 9 eləyir. 3-ə də uyğun oldu C bəndi. 4-də cədvələ əsasən A vurusun B hasilini tapmalıyıq. İlk öncə bölünənə baxırıq. Sonra bölənə, sonra da qisməti götürəcəyik buradan. Deməli 48 8-ə böləndə 6 alınıb. 35 5-ə bölünüb 7 alınıb. 27-ni 3-ə böləndə 9 alırıq. Bölən oldu 3. Bölünəni tapmaq üçün isə 2-ni 4-ə vururam 8. B də oldu 8. 3-ü də 8-ə vuranda 24 alırım. Test 32-də 4-ə uyğun oldu B bəndi. 5. Gülay aldığı köynəkləri hər rəfdə eyni sayda olmaqla 3 rəfə yerləşdiribdir. Cəmi 12 köynək alıbdır. Bunun üçün 12-ni 3-ə bölürəm, eləyir 4. Deməli, hər rəfdə 4 köynək olmalıdır. 5-ə də uyğun oldu A variantı. 6-da verilən ifadəyə uyğun məhçulu olan misal yazıb məhçulu tapmalıyıq. Bu ədədə deyir 4-ə böldükdə 7 alınır. X-i tapmaq üçün 4-ü 7-yə vururam, olur 28. Cavab olacaq 28. 6-ya da uyğun oldu A variantı. 7. Doğru fikri seçin deyir. Məchul vuruğu tapmaq üçün hasil digər vuruğa vurulur. Yanlışdır. Məchul vuruğu tapmaq üçün hasil digər vuruğa bölünür. Məchul böləni tapmaq üçün bölünən qismətə vurulur. Bu da yanlışdır. Məchul bölünəni tapmaq üçün bölən qismətə vurulur. Bəli, doğrudur. 7-yə də uyğun olacaq C bəndi. 8. Məchul bölünəni tapın deyir. 30-u 5-ə böləndə 6. 6-nı da 3-ə vuranda 18. Deməli, qırmızı dairəmiz 18 olmalıdır. 9. Anam bişirdiyi tortu dilimlərə bölüb boşqablara qoydu. 8 boşqabın hər birində 2 dilim oldu. Anam neçə dilimlik tort bişirmişdi? Hər birində deyəndə vururuq. 8-i 2-yə vururuq, 16. Demək, 16 dilimlik tort bişirmişdi. 9-a da uyğun olacaq C bəndi. 10. Verilən təsvirə əsasən məchulu olan misallardan hansı səhvdir deyil. 2-ni 9-a vuranda 18 eləyir. Burada 9 olur. 36-nı 2-yə böləndə 18 eləyir. Burada 36 olur. Burada da 2 olur. Hansı səhvdir deyir. Gördüyünüz kimi cavab B bəndi olacaq. Burada 36 yoxdur. Ona da uyğun oldu B bəndi. 11. Verilən məchullara əsasən aşağıdakı müqayisələrdən hansı doğrudur deyir. Bu 9 olacaq. Burada 7 olacaq. 56-dan da 45 çıxanda burada isə 11 olacaq. 9 11-dən böyükdür, yanlışdır. 11 7-dən kiçikdir. Bu da yanlışdır. Amma 9 məsələn 7-dən böyükdür, bu doğrudur. 11-ə uyğun olacaq C bəndi. 12. Məchul vuruğun 9 mislini onluqlara qədər yuvarlaqlaşdırın deyir. 3-ü 7-yə vuranda 21 eləyir. Burada 7-dir. Bunu 9 misli deyəndə 63 eləyir. Onluqlara qədər də yuvarlaqlaşdıranda 60 alırıq. 12-yə də uyğun olacaq A variantı. 33-də Akşin hər gün kassasına 9 manat qoyaraq 90 manat pul yığıb.
Neçə günə yığdı deyəndə 99-a bölürəm, eləyir 10. Cavab olacaq 10. 2-də Nübar kiçik qardaşının oyuncağına 9 manat, geyiminə isə bundan 4 dəfə çox pul xərcləyibdir. 4 dəfə xərcləyibsə eləyir 36 manat. Cəmi nə qədər pul xərcləyib deyəndə 36 ilə 9-u toplayırıq. 39, 40, 45 manat eləyəcək. 2-yə uyğun olacaq A variantı. 3-də mağazada 7 mətbəx mebeli və bundan 4 dəfə çox yataq mebeli var. 28 yataq mebeli oldu. Cavab elə 28 olacaq. 3-ə də uyğun oldu B bəndi. 4-də birinci bidonda 6 litr, ikinci bidonda bundan 5 dəfə çox deyir. Yəni 30 litr süd var. 2 bidonda cəmi deyəndə 6 ilə də 30-u toplayıram, eləyir 36 litr. 4-ə uyğun olacaq C bəndi. 5-də şagirdlərdən 18-i oğlandır, qızların sayı oğlanlardan 3 dəfə azdır. Azdırsa 18-i 3-ə bölürəm, eləyir 6. Bu da oldu qızdır. Cəmi neçə şagird var deyəndə 18 oğlandır, 6 da qızdır. Toplayırıq, eləyir 24. 5-ə də uyğun olacaq C bəndi. 6. Bacımın 12 qələmi var. O bütün qələmləri rəfiqələrinə hədiyyə etdi. Hər rəfiqəsinə 2 qələm veribsə, bacımın neçə rəfiqəsi var? Cavab olacaq 6. 6-ya da uyğun olacaq A variantı. 7. Deyirəm, oyuncaq mağazasındakı satılan oyuncaqların sayı satılmayan oyuncaqların sayından 7 dəfə çox idi. Mağazada 8 oyuncaq satılmayıbsa, satılan oyuncaqların sayı nə qədərdir? Təbii ki, 7-ni vururuq 8-ə, çünki 8 7 dəfə çoxdur. Cavab eləyəcək 56. 7-yə də uyğun oldu B bəndi. 8. Pişirilən 54 şirniyyatdan 24-ü fındıqlı idi. Qozlu şirniyyatların sayı 54-dən 24 çıxırıq. Eləyir 30. Fındıqlı şirniyyatların sayından, yəni 30. 24'ü fındığı, qozlu şirniyyatların sayı fındıqlı şirniyyatların sayından 3 dəfə az idi. Qalanları isə badamlı idi. Badamlı şirniyyatların sayı nə qədərdir? Əgər fındıqlı şirniyyatların sayından 3 dəfə az idisə, digəri olacaq 10. 30 ilə 10 toplayırıq 40. 54-dən də 40-ı çıxsaq eləyir 14. Burada yanlışlıq oldu. Bir dəqiqə baxaq yenə. Deməli, 24 dənəsi fındıqlıdır. Qozlu sayı fındıqların sayından 3 dəfə azdırsa, 24-ü 3-ə bölürəm. 8. Bu bizdə oldu qozlu. 24 fındıqlı, 8 də qozlu. Toplayanda 32 eləyir. 54-dən də 32 çıxırıq. Qalan badamlıları tapırıq. 2, 22. Deməli, 8-ə də uyğun olacaq B bəndi. 9. Bacımın yaşı nənəmin yaşından 10 dəfə kiçikdir. Bacımın 6 yaşı varsa, onda nənənin yaşını tapmaq üçün 6-nı 10-a vururuq. 60. Nənənin 60 yaşı varmış, bacının 6 yaşı varmış ki, 10 dəfə kiçik olar. 9-a da uyğun olacaq A variantı. 10. Aya'nın 12 nağıl kitabı, bundan 3 dəfə az şeir kitabı var. Şeir kitabını tapmaq üçün 12-yi 3-ə bölürəm, eləyir 4. Bu da oldu şeir kitabı. Cəmi neçə kitabı var deyəndə nağıl buradan, şeir də buradan toplayırıq, eləyir 16. Ona da uyğun olacaq C bəndi. 11. Dünən 3 məsələ həll edən Bəhruz bugün 5 dəfə çox məsələ həll edibdir. Yəni 15 məsələ həll edib. 2 gündə cəmi deyəndə dünən 3 məsələ, bugün də 15. Ümumi 18 məsələ həll edir. 11-ə də uyğun olacaq B bəndi. 12. Avtobusda 24 nəfər sərnişin var idi. Hər dayanacaqda eyni sayda sərnişin avtobusdan düşdü. 8-ci dayanacaqda son sərnişinlər avtobusdan düşərsə, 1-ci dayanacaqda neçə nəfər sərnişin avtobusdan deyir düşdü. Deməli, ümumi 24 nəfər sərnişin var. Eyni sayda da sərnişin avtobus düşürsə, 8-ci dayanacaqdan sonra sərnişinlər avtobusdan düşürsə, 24 8-ə böləndə 3 eləyir. 1-ci dayanacaqda neçə nəfər avtobusdan deməli düşübdür? 3 nəfər. 12-yə də uyğun oldu A variantı.
Gəldik test 34-də 4-cü bölmə üzrə summativ qiymətləndirməyə. 18-i 6-ya bölürük 3 alırıq. 12-ni də 4-ə böləndə 3 alıram. 45-i 5-ə böləndə 9 alıram. 3-ü də 3-ə vuranda 9 alıram. 18, bu da 18 eləyir. Deməli, cavabımız olacaq 1-də B bəndi. Müəllim şagirdləri riyaziyyat yarışı üçün hər komandada 4 nəfər olmaqla 5 komandaya bölüb. Sinifdə neçə şagird var deyəndə 4-ü 5-ə vururuq, ümumi olur 20. Binaların görünən üzündə neçə pəncərə var deyir. Saysaq 3 dənə binamız var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 3-ü də 9-a vuranda 27 eləyir. 3-ə uyğun olacaq B bəndi. 4. Burada ilk öncə 54-ü 6-ya bölürəm, 9 alıram. 27-ni də 3-ə böləndə 9 alırıq. A ədədi deməli 27-dir. Ədədin rəqəmlər cəmi 9-dur. Bəli, 2 ilə 7-ni toplayanda 9 eləyir. Ədəd 4-ə qalxısız bölünür, xeyr. Ədəd bir rəqəmidir, xeyr. Doğru cavabımız olacaq A variantı. 5-də ədəd tərəzisinə əsasən sual içərisində yeni hansı ədəd olmalıdır deyir. Saysaq burada 5 dənə alma var. 45-i də 5-ə böləndə 9 eləyir. 5-ə uyğun olacaq C bəndi. 6-da 5-dən 6 dəfə böyük olan ədəd deyirsə 5-i 6-ya vururam 30. 35-dən neçə vahid kiçikdir deyəndə 35-dən 30 çıxıram, olur 5. 6-ya da uyğun olacaq C bəndi. 7-də 63-ü 9-a bölüb A-nı tapıram ilk öncə 7 eləyir. 2 rəqəmli ədəddir, yanlışdır. 9-dan böyükdür, yanlışdır. 14 bölünsün 2 əməlin nəticəsidir, bəli, doğrudur. 7-yə uyğun olacaq B bəndi. Piktoqrama əsasən hansı fikir doğrudur deyir. Fransız dilini öyrənənlər 12 nəfərdir. İngilis dilini öyrənənlər 18-dir. Rus dilini öyrənənlər 24-dür. Deyir ki, İngilis dili dərnəyinə yazılanların sayı Rus dilinə yazılanların sayından 2 dəfə çoxdur. Yanlışdır. İngilis dili dərnəyinə yazılanların sayı Fransız dilinə yazılanların sayından 6 nəfər çoxdur. Bəli, doğrudur. Rus dili dərnəyinə yazılanların sayı 24, yəni Fransız dilinə yazılanların sayından 12-dən 2 dəfə azdır. Bu da yanlışdır, 2 dəfə çoxdur. Cavab olacaq 8-də B bəndi. 9-da Elmarın ifadəsində boş buraxılan yerə hansı əməl nəticəsi yazıla bilməz deyir. 48-in içində 6 ədədi neçə dəfə yerləşir? 8 dəfə. 2 vurulsun 9, 18 eləyir. 2 vurulsun 4, 8 eləyir. 16 2 bölü 8 eləyir. Deməli, cavab ikinci yazıla bilməz, çünki 18-dir. 9-a da uyğun oldu A variantı. 10. Burada hansı rəqəm 8-ə böləndə 8 eləyir? 64-dür. 64-dən də 1 çıxanda 63 alırıq. 63-ü də 7-yə böləndə 9 alırıq. Cavab olacaq 10-da B bəndi. 11. Muradın babasının deyir neçə yaş var? Babamın yaşı mənim yaşımın 7 qatından 8 vurulsun 5 hasili qədər çoxdur deyir. Deməli, 7 qatından 8 vurulsun 5 hasili 40 eləyir. Baba, bunun da öz yaşı üstündə qeyd olunub 4 yaşdır. 7 qatı deyəndə üstünə gələcək vururam, sonra da üstünə 40-ı gəlirəm. 28-in də üstünə 40 gələndə 68 eləyir. 11-ə uyğun olacaq B bəndi. 12. Cədvələ görə hansı misal səhvdir deyir. 3-ü 8-ə vuranda 24 alırıq, 3-ü 10-a vuranda 30 alırıq. 5-i 8-ə vuranda 40, 5-i 10-a vuranda 50 alırıq. Məsələn, 24 ilə 30-un cəmi 54 eləyir. 40-dan 30-u çıxanda 10 eləyir. 50-dən 24 çıxanda isə 18 eləmir. Cavab olacaq 12-də C bəndi. 35-də 2 üzərinə 5 gəlirəm. 7, 4-ü 7-yə vuranda 28 alırıq. Bizdən buradan 28 lazımdır. Cavab olacaq A variantı. 2-də qarşılaşdırmalardan hansılar doğru deyil deyir. 4-ü 2-yə böləndə 2, 18-in 2 toplayanda 20 düzdür. 18-i 2-yə böləndə 9 eləyir. Burada 10 yazılıb, doğru deyil. 6, 2 toplayanda 8 eləyir, düzdür. 6, 6-nın üstünə 3 gələndə 9 eləyir. Bu da yanlışdır. Doğru olmayanlar 2 və 4 oldu. Cavab olacaq 2-də C bəndi. Müəllimin lövhəyə yazdığı sualın cavabı hansı variantdadır deyir.
45-dən 5 dəfə kiçik ədəd deyirsə, 45-i 5-ə bölürəm 9. Üzərinə 25 gəlsək, 34 alırıq. 3-ə uyğun olacaq A variantı. 4. 19 ilə 11-i toplayıram, 30 edir. 33-ə böləndə 10 edir. Doğrudur. 24-ü 4-ə böləndə 6, 40-dan ad bu yanlışdır. 25, bu doğrudur. Bu da doğrudur. Məndən doğru bir də səhv olanları demişdi göstər. Bir dənə ikinci səhv oldu. 4'ə uyğun olacaq C bəndi. 80 ilə 53-ün fərqinin 3'ə bölünməsi hansı variantda düzgün göstərilib? Cavab olacaq C bəndi. Yarın sualının cavabı hansı variantda düzgün verilmişdir? 14'ün yarısı deyəndə 14'ü 2 yerə bölürəm 7. 3 və 6'nın hasili deyəndə vururuq 18. Toplasaq deyəndə toplayırıq. 25. 6'ya da uyğun olacaq C bəndi. 7. Şəklə uyğun mötərizəli ifadə deyir aşağıdakılardan hansıdır? 3 dənə 50 manatımız var, 3 dənə də 10 manatımız var. Toplayırıq, 50 ilə 10'u 60, 3'ə vururuq. Yəni doğru cavabımız olacaq B bəndi. Dostlardan biri keks, biri qoğal, digəri isə bir dilim tort alıb cəmi nə qədər pul ödədilər deyir. Hamısını toplayırıq. Qiymətlərini. 25'dən 20 45, 45'in də üzərinə 30 gələndə 75 elədi. Amma burada isə 75 qəpik yoxdur. Deməli bu test səhvdir. Gəldik 9-a. 67-dən 60 çıxırıq, 7 olur. 4 7-yə vuranda 28 alırıq. Ədədi onluqlara qədər yuvarlaqlaşdıranda 30 olur, doğrudur. Rəqəmlər hasili 16-dır, doğrudur. 2-yə bölsək qismət 10 olar, yanlışdır. 9'a da uyğun olacaq C bəndi. 10. Verilmiş model hansı əmələ uyğun ola bilər deyir. 4'dür, burada da 4 vurulsun 3'dür, 12'dir. Yəni 4 ilə 3 vur 4'ü toplamaq lazımdır. Ona uyğun olacaq C bəndi. 11'də ilk öncə A-nı tapıram. 5'i vururam 6'ya eləyir 30. Sonra 30'u 3'ə bölüb üstünə 188 gələcəm. 10 üstə gəlsə 188 eləyəcək 198. 11'ə uyğun olacaq B bəndi. 12'də şərtə əsasən verilmiş ədəd neçədir deyir. Məni 8 dəfə artırıb üzərimə 326 əlavə etdikdə 390 alındı deyir. Bunun üçün 390'dan 326'nı çıxıram. 8, 8'dən 2 çıxıram, 6, 64. 64'ü də 8'ə böləndə 8 aldım. 12'yə də uyğun oldu B bəndi. Gəldik dəyişən olan ifadələr test 36'ya. A 50 olduqda bu ifadənin qiymətini tapın deyir. Bunun üçün 129'dan 50'ni toplayıram. 9, 7, 179. Robota verilən ədəd daxil olduqdan sonra çıxışda hansı ədəd alınacaq deyir. 9'u 9'a vururuq, 81, 81 ilə də 84'ü toplayırıq, 165. D-nin hansı qiymətində ifadənin qiyməti ən böyük olar deyir. Məsələn, 24'ü 4'ə bölsək 6, 6'ını 8'ə vursaq 48 eləyir. Yəni ən kiçiyinə bölmək lazımdır. 4'də girişdə və çıxışda olan cavablar istəyir. 227'dən ilk öncə 49'u çıxmalıyam. 8, burada qalmışdı 11, 11'dən də 4 çıxırıq. 178 alırıq. Sonra 227'dən 74'ü çıxıram. Burada da qalır 153. Cavab olacaq 4'də A variantı. 5'də deyir hansı ifadənin qiyməti ən kiçik olar. 54'ü 6'ya böləndə 9 alırıq və 82 ilə 9'u toplayanda 91 alıram. 117'dən 110 çıxanda 7 alırıq, 7'ni 6'ya vuranda 42 alırıq. 60, burada ən kiçik olan istəyir, elə cavab olacaq C bəndi. 6'da Laləyə verilən ifadədə M-in yerinə
En büyük rəqəm nədir qoyub. Yəni 99-u. Sonra da cavabımızı yüzüklərə qədər yuvarlaşdırıb ən son hansı ədəd aldı deyir. Bunun üçün mən 2-ni 8-ə vururam 16 və hər birini toplayıram. 99-un üzərinə 116 gəlirəm. Onun da üzərinə 16 gəlirəm. 231. Yüzüklərə qədər yuvarlaşdıranda bu da eləyəcək bizdə 200. 6-ya da uyğun olacaq A variantı. M-in hansı qiymətində bu ifadənin qiyməti 40-dan kiçikdir deyir. Məsələn, 5-i 8-ə vuranda 40 eləyir və böyük olur. 10-a vuranda 50 eləyir. Amma 7-yə vuranda 35 eləyir və kiçik olur. Aşağıdakı cədvəldə doğru olanların qarşısına doğru işarəsi qoymalıyıq. Məsələn, 12-nin üzərinə 4 gələndə 16 eləyir. İfadəsinin qiyməti 60 olar, yanlışdır. 35-i 5-ə böləndə 7 eləyir, bəli, bu doğrudur. 83-dən də 23 çıxanda 60 edir, bəli, bu da doğrudur. Cavab olacaq doğru B bəndi. Verilmiş ifadədə dəyişənin qiyməti 30 olduqda hansı ifadənin qiyməti digərlərindən böyük olar deyir. 30-u 3-ə böləndə 10 eləyir, onun üstünə 6 gələndə 16 eləyir. 5 eləyir, 5-in üzərinə 1 gələndə 6 eləyir. 30 eləyir, 30-dan 6 çıxanda 24 eləyir. Doğru cavab olacaq 9-da C bəndi. Onda aparıb yerinə qoyuram, uyğun fikir hansıdır deyir. En sayda konfeti 6 nəfər arasında bərabər sayda bölsək, hərəyə neçə konfet düşər? En sayda səbətin hər birinə 6 alma qoy. Bu doğru deyil. Qoyanda vurulur. Bu da doğru deyil. Doğru cavabımız olacaq A variantı. Bağda en sayda armud ağacı var. Alma ağacları isə bundan 2 dəfə çoxdursa 2-yə vurmaq lazımdır. Burada C bölünsün 5, bir də 12-dir. C'miz 50-dir. 50-ni 5-ə böləndə 10 alırıq və 10 12-dən kiçikdir. 50-dən 30 çıxanda 20 alırıq. 25 20-dən böyükdür. 100 alırıq. Burada 50-ni 5-ə bölürəm 10, 10 da ona vuranda 100. Bərabərdir. Kiçik, böyük və bərabər. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.